Hörmətli müəllimlərimiz, səbrinizə salamlayırıq. Bildiyiniz kimi artıq mövzularımızın mühüm hissəsi tədris olunubdur və biz təbii ki, çalışacağıq ki, növbəti proseslər çərçivəsində artıq təkrarlara, yəni mövzuların daha dərinləşdirilməsinə şərait yaradaq. Əlbəttə ki, testlərimiz öz yerində davam edəcəkdir. Bununla yanaşı müəyyən mövzuları da daha dərinləşdirib mükəmməlləşdirmək üçün deməli tədrisin keyfiyyətini bu istiqamətə yönəldəcəyik. Bilirsiniz ki, çərçivə sənədində qeyd edildiyi kimi, mühüm hissələrdən biri də təhlükəsizlik məsələsi, eyni zamanda ilkin tibbi yardım göstərilməsi ilə bağlıdır. Ona görə bu gün mən ilkin tibbi yardım haqqında danışacağam. Artıq ekranda müəyyən hissələrə biz yenə də genişləndirsək də, amma onlar daha çox özüm elə şifahi olaraq sizə məlumat verəcəm və əlbəttə ki, ekranda digər məsələlərin qısa, belə deyək, necə deyərlər, xülasəsi verilibdir, qeyd edilibdir. Bilirsiniz ki, məktəblər təhsil müəssisəsində baş verəcək hadisələrdən biri, məsələn, sınıflar ola bilər. Biz bilməliyik ki, sınıflar zamanı nə etməliyik? Ümumiyyətlə, sınıflar baş verdiyi zaman, əlbəttə ki, bu kəskin ağrı baş verə bilir. Çünki artıq sümük deformasiyaya uğrayır və sınıq yerində də şişmə baş verə bilir. Yəni, sınıflar açıq və qapalı ola bilər. Belə halda bizim bilməli olduğumuz nədir? Yəni, tərbiyəçi belə halda nə etməlidir? Açıq sınıq zamanı qanaxmanı dayandırmaq, yaranı deyək ki, üzərinə sarğı qoymaq və yaxud da qırılan sümüyün hərəkətsizliyini təmin etmək lazımdır. Yəni, onu tərpətmək olmaz, sakit şəkildə yerində qalmasını təmin etmək lazımdır və ən azı 2 oynaq fiksə edərək, belə deyək, biri yuxarı, digəri isə qırıq yerin altında saxlanılması vacibdir. Amma əlbəttə ki, bunu etmək imkanı olmadığı halda ilkin olaraq, yəni tərbiyəçi müəllimin tətbiq edəcəyi iş sümüyün, belə deyək, yəni baş verən qırıqla bağlı sümükdə daha ciddi fəsadların baş verməməsi üçün onun hərəkətsizliyinin təmin edilməsidir ki, buna da immobilizasiya deyilir və yaxud da elə bunun adını biz hərəkətsizlik kimi yadda saxlaya bilərik. Və təbii ki, bu prosesdən sonra da təcili yardım çağırılır və zərər çəkən uşaq xəstəxanaya çatdırılması təmin olunur. Daha sonra baş verəcək hallardan, faktorlardan biri də yaradır. Bilirsiniz ki, yara dəri və selikli qişaların bütövlüyünün pozulmasıdır və bədən toxumalarının zədələnməsidir. Səbəbi isə mexaniki təsirdir. Yəni, bunlar qanaxma, ağrı, zədələnmiş orqanın deməli, işinin pozulması bu kimi hallarla müşayiət olunur və infeksiya ilə ağırlaşa bilər. İlk yardım deməli, zamanı deməli, bunu biz peroksitlə, hidrogen peroksit deyirlər. Hidrogen peroksitlə yuyuruq və mümkün qədər dezinfeksiya edilməsini təmin edirik. Və bunu təbii ki, təmiz bir sarğı ilə bağlayıb dezinfeksiyadan sonra yaranın yerini deməli örtürük ki, xarici təsirlərdən qoruya bilək. Və yara kifayət qədər böyükdürsə və çox miqdarda qanaxma varsa, qanaxmanın qarşısını alan bir çox sarğı deməli tətbiq etmək lazım gəlir. Və sarğı qanla isladılmışsa, onu açmaq olmaz. Üstünə başqa bir, belə deyək, sarğı qoymaq lazımdır. Bunun üçün də təbii ki, yenə də məktəbəqədər təhsil müəssisəsində hər an belə bir sarğının bipin olmasına gərək vardır ki, belə bir proses baş verərsə, bunun qarşısı tərbiyəçi müəllim tərəfindən ilkin olaraq alınsın. Tərbiyəçinin digər etməli olduğu nədir? Təbii ki, bu işi gördükdə öz əllərini təmizləyməlidir. Çünki yaraya infeksiya keçə bilər. Yaranın ətrafını da dezinfeksiya edicisi dediyimiz kimi hidrogen peroksidlə, maye ilə deməli təmizləməlidir. Üzərinə təbii ki, dezinfeksiya edici peroksid üzərinə, deməli yaranın üzərinə necə deyərlər, işləməlidir və yaraya steril sarğı qoymalıdır. Yaraya əl vurmaq olmaz, əllə xüsusi olaraq yaranın yerini tərpətmək olmaz və yaxud da məsələn yarada biz hər hansısa bir qan topası, yəni laxta qan görürüksə, onu oradan götürmək olmaz. Yəni yaradan hər hansısa bir yad cismin götürülməsi həkim olmadan belə bir müdaxilənin olması yol verilməzdir və bu
doğru sayılmır. Sonra baş verəcək hallardan biri də burun qanaxmasıdır. Və burun qanaxmasına tərbiyəsi nə etməlidir? Mən onu sizə bildirəcəm. Təbii ki, xəstəni rahat oturtmaq lazımdır. Deməli, baş bədəndən, yəni yuxarıda olmalıdır. Yəni insan normal vəziyyətində olmalıdır. Başı arxaya əymək olmaz burun qanaxması zamanı. Xəstənin başını biraz irəli əymək, qanın deməli boğazına və ağzına düşməməsi üçün onu biraz başını irəli əyə bilərik. Burnu silmək deməli lazım deyil, olmaz. Çünki qanaxma arta bilər. Onu daha da necə deyərlər, qanaxmanı sürətləndirə bilərik. Onun üçün də belə halda burun silmək olmaz. Yəni dəsmalla bəzən bu yanlış addımdır ki, burnu silirlər. Bu əlbəttə ki, olmaz. Sonra burnun kənarların orta divara sıxmaq, yəni burundan tutaraq sıxmaq. Bu da olmaz, bu da doğru deyil. Bundan əvvəl burun keçidlərinə deməli hidrogen peroksidin həlli ilə nəmləndirilmiş uzunvari tamponlar qoyulması da deməli ola bilər, amma bu olmadığı halda ən azından dediyimiz o digərlərini etmək olmaz. Və təbii ki, rahat oturtmaq və başının deməli bədəndən yuxarı olmasını təmin etmək lazımdır. Və əlavə olaraq boynun arxa hissəsinə və burnun alınla olan ara hissəsinə isə soyuq bir kətan da qoya bilərik. Yəni buz paket də qoya bilərik ki, təxminən bir 15-20 dəqiqə orada qaldıqda da deməli o qanaxmanın dayanmasına təbii ki, birbaşa kömək edən amillərdən biridir. Və təbii ki, bu proses çərçivəsində eyni zamanda da təcili yardıma, səhv olaraq təcili yardımın çağırılması əsasdır. Amma təcili yardım gələnə qədər də tərbiyəçi müəllim tərəfindən məhz bu prosedurlar həyata keçirilməlidir. Sonra baş verəcək proseslərdən biri də çıxıq ola bilər. Bu nə ilə müşahidə olunur? Yəni əlamətləri ağrıdır, şişkinlikdir, sonra zədə olan oynaqda hərəkətin məhdudlaşması və s. Bunlar çıxığın əlamətləridir. Bunun üçün, yəni belə bir hadisə baş verdiyi zaman nə etmək lazımdır? Yenə də belə halda sakit şəkildə uşağın qalmasını təmin etmək lazımdır. Çıxıq yerini soyutmaq lazımdır. Ora soyuq bir, deyək ki, buz parçasını və yaxud da dəsmal, yəni belə deyək, soyuq bir dəsmal ora bağlamaq lazımdır. Və yaxud da buz parçasını dəsmala bükərək onun çıxığın üzərinə bağlamaq olar. Və təbii ki, təcili yardım çağırılaraq uşaq travma məntəqəsinə aparılması təmin edilməlidir. Bu şəkildə, yəni artıq ilkin yardım olaraq sizə edəcəyiniz bunlardır. Bunları edə bilərsiniz. Sonra baş verəcək yüksək qızdırma fonunda bilirsiniz ki, uşaqlarda qıcolma baş verə bilər. Buna febril qıcolmalar deyirlər. Ümumiyyətlə 38.8 Selsidən yuxarı olan temperatur qızdırmalara səbəb ola bilir. Adətən 3 aylıqdan deməli 5 yaşa qədər qıcolmalar çox olur. Yəni febril qıcolmaların inkişafında bir neçə risk faktoru var. Belə halda tərbiyəçi nə etməlidir? Dərhal təcili yardım çağırmaq təbii ki, önəmlidir. Mümkün qədər tez uşağın bütün paltarları çıxarılmalıdır. Çox yumşaq olmayan bir yerə qoymaq lazımdır uşağı. Otağa təmiz və sərin hava gəlməlidir. Uşağın vəziyyətini pisləşdirə biləcək əgər şaxtalı havanın daxil olması varsa, onun da qarşısını almaq lazımdır. Fiziki soyutma metodlarını istifadə etmək. Məsələn, xəstəni vaxtsız buraxmamaq lazımdır. Yüksək bədən istiliyini azaltmaq üçün müxtəlif, deyək ki, tərkibində buna parasetamol, şamsifikon və s. olan təsir olan rektal şamlarından istifadə edilməlidir. Və qıcolmalar zamanı uşağı deməli, yan üstə qoymaq vacibdir. Yəni uşaq yan üstə qoyulmalıdır qıcolma zamanı. Sonra əgər elektriklə zədələnən zaman uşağa nə edilməlidir yardım olaraq? Bunları mən sizə deyəcəm. Təbii ki, yəni bunu arzu edilməz bir məsələdir, amma hər halda kiçik bir elektrik toxunması da baş verə bilərsə, bu zaman enerji mənbəyini ayırmaq lazımdır. Yəni təbii ki, uşağın nəfəs aldığını yoxlamaq lazımdır. Xarici qıcıqlara reaksiya varmı?
dərisinin rənginə baxmaq lazımdır. Nəfəs yoxdursa, ürək döyüntüsü yoxdur. Təcili olaraq ürək ağız reanimasiyasına başlamaq lazımdır və təbii ki, ürəyin demək masajını təmin etmək lazımdır. Eyni zamanda əlbəttə ki, mütləq zəng vurmaq lazımdır. Təcili yardıma, həkim çağırılmasını təmin etmək lazımdır. Belə halda yəni uşaq artıq özünə gəldiyi halda ilkin olaraq onu yastığa qaldıraraq uşağı rahat bir mövqeyə qoymaq lazımdır. Sonra heç bir dərman, su və içki vermək olmaz. Yəni belə halda hər hansı bir dərman, su və içki vermək olmaz və həkimin gəldiyi müddətə qədər təbii ki, gözləmək lazımdır. Sonra qida zəhərlənməsi baş verə bilər. Qida zəhərlənməsində bilirsiniz ki, uşaqların baş ağrısı ola bilər, bu şikayətlər olur. Ürək bulanması ola bilər, qusma, sonra qarın ağrısı baş verə bilər. Ümumi zəiflik ola bilər və yardım qida zəhərlənməsində deməli belə proses zamanı uşağa 3-4 stəkan su, açıq çəhrayı rəngdə olan deməli kaliumlar verilməlidir. Onlar həlli qarışdırılıb verilməlidir. Sonra qusma refleksi həyata keçirilməlidir. Yəni uşağı təhlükə etmək lazımdır ki, o qussun. Və qusma baş verdikdən sonra da uşağa isti çay verilməlidir. Deməli və təcili yardım təbii ki, çağırılmalıdır. Yəni bu artıq belə deyək, ehtimaldır ki, əgər zəhərlənmə baş veribsə, uşaq qusmalıdır. Yəni qusduğu haldan sonra çayın verilməsində ziyan olmaz. Amma başqa əlavə maddələr, deyək ki, qida maddələri verilərsə, bu əlbəttə ki, doğru hal olaraq qəbul edilmir. Amma yəni uşağın yediyi qida məhsulunu ifraz etdikdən sonra, ağız vasitəsilə ifraz etdikdən sonra əgər orta temperaturda bir çay verilərsə, bu uşağın sakitləşməsinə gətirib çıxara bilər və təbii ki, bundan sonra da deməli biz həkimin gəlməsini gözləyirik. Sonra yanıqlar zamanı uşağa ilk yardım necə olur? Ümumiyyətlə ağrının və toxumaya qədər deməli dəyən ziyanın dərəcəsindən asılı olaraq yanıqların bir neçə deməli dərəcəsi olur. Birinci dərəcəli yanıqları var. Yanıqların bu zaman dərinin qızarması ilə özünü göstərir və bunlar çox zərər verməz və onları aradan qaldırmaq üçün zədələnmiş ərazini soyuq suda tutmalıyıq. Antiseptik krem və aerozol ilə sürtmək və biraz gözləmək lazımdır. Sonra ikinci dərəcəli yanıqlar var ki, bunlar suluqlardır, dərinin zədələnmiş hissələridir ki, onlar artıq göz önündə canlanır və bunlar da çox təbii ki, ağrılı olur. Sonra üçüncü dərəcəli yanıqlar var ki, dərinin kifayət qədər dərin qatlarına təsir göstərir. Dördüncü dərəcəli yanıqlar isə yanmanın deməli dəri toxumasının kömürləşməsi kimi əzələlərin, vətənlərin və sümüklərin zədələnməsi meydana gəlir. Və təbii ki, geyimdə əgər yanıq baş verərsə, yanığı biz, yəni geyimdə ümumiyyətlə yanığı varsa, o şəkildə o zaman təbii ki, onun söndürülməsini təmin etməliyik. Ümumiyyətlə tərbiyəçi nə etməlidir? Zərərçəkmiş uşağı yüksək deməli temperatur mənbəyinin təsir zonasından çıxartmaq lazımdır. Paltarın yanan hissələrini söndürmək lazımdır, əgər hər hansı bir bez, yorğan və s. varsa və alovun üstünə deməli hər hansı belə deyək, oksigenin qarşısını almaq üçün, yəni deyək ki, bir vasitə ilə oksigen orada boğulmalıdır. Bu zaman yanığın kəsilməsinə köməkçi olur və ya yaxud da su ilə təbii ki, bunu təmin etməliyik. Zədə yerində 20 dəqiqə soyuq suda saxlamalıyıq. Ağrı kəsici, deyək ki, Nurofen və yaxud da parastamol və s. qəbul edilməsini təmin etməliyik. Bunun layihəsini geniş yanıqlar olan yerlərdə steril bir sarğı tətbiq edib yanıq səthini təmiz cuna və ya örtülü dəsmal ilə örtmək lazımdır. Göz yanması üçün deməli soyuq kətandan və s. istifadə etmək mümkündür. Və bundan sonra təbii ki, zərərçəkmiş uşağı tibb mərkəzinə çatdırmaq və yaxud da ki, təcili tibbi yardımın gəlməsini gözləmək lazımdır. Sonra baş verəcək hadisədən biri tənəffüs yollarında düşən xarici cisimlər zamanı ilk yardım ola bilər. Məsələn, qida qəbul edərkən və ya oyun zamanı uşağın normal bir vəziyyətində qəfildən pisləşmə, halının pisləşdiyini görə bilərik. Məsələn, burada öskürək, qusma kimi hal baş verə bilər.
deyək ki, səsli tənəffüsün dəyişməsidir, sonra nəfəsdə çatışmamazlıq baş verə bilər. Belə halda artıq biz bilməliyik ki, burada yad cismin tənəffüs yollarına düşdüyü müşahidə olunur. Tərbiyəçi nə etməlidir? Boğulma əlamətləri yoxdursa, yəni təcil yardım çağırın, pəncərəni açın, uşağın öskürməsini deməli ondan istəyin, tələb edin və uşaq otura bilmirsə, onu daha rahat bir mövqe veririk və deməli üstünlük verilən mövqe də yan tərəfdə uzanmalıdır, yəni uşağın yan tərəfdə uzanmasını təmin edirik. Boğulma əlaməti varsa nə etmək lazımdır? O zaman onun öskürməsini və gövdəsini belə deyək, aşağı doğru əyməyə başlayırıq və onun deməli öskürməsini təmin edirik ki, artıq hər hansı bir xarici yad cisim onun deyək ki, tənəffüs yollarına düşübsə, onun xaric olmasını təmin edək. Və yaxud da belə bir halda qarın nahiyəsindən sıxa bilərik, arxa hissədən və qarnın ortasından 4-5 dəfə sıxıcı hərəkətlər etmək lazımdır ki, nəticə etibarilə uşaqda artıq tənəffüs yollarında demək, o xarici təsirin çıxması üçün belə deyək, artıq hər hansı bir öskürək və yaxud da ki, o oksigenin oradan çıxması üçün biz həmin o prosesi həyata keçirməliyik. Yad cisim, deyək ki, yumşaq toxumalara, dəriyə, dırnağa və s. daxil olarsa nə etməli tərbiyəçi? Yad bir cismi əlbəttə onun çıxarmaq lazımdır. Bunu edə biləcəyimizdə əminlik varsa təbii ki. Və yaxud da yad bir cismin yerini yod məhlulu ilə təmizləmək lazımdır. Steril bir sarğı tətbiq etmək lazımdır. Əgər yox, çıxara bilməsəniz, yəni bacarmırsınızsa mütləq xəstəxanaya aparılmalıdır. Sonra uşaqlarda həşərat dişləməsi baş verə bilər. Yəni bu da normal proseslərdən biridir ki, uşaq deyək ki, ya gəzintidə və yaxud da açıq havada oynadığı zaman və yaxud da elə mühit zamanı da deyək ki, orada hər hansısa bir açıq mühitdə bununla yanaşı deyək ki, əlavə olaraq bəzən otaq şəraitində belə həşərat dişləməsi baş verə bilər. Əlamətlər də arı və həşəratların saçması, baş gicəllənmə ola bilər, yəni ürək bulanması ola bilər, qusma, ağızda quruluq ola bilər, azdar ola bilər, sürətli nəbz ola bilər, tək nəfəslik və bu kimi hallar baş verə bilər. Və saçmalar xüsusilə gözlərdən, ağzın, dodaqların, seyirlik qışalarında özünü göstərə bilər və ilk yardım zamanı təbii ki, orada olan, yəni saçma zamanı olan ləkəni çıxardırıq. Sonra yaranı spirт ilə yuyub və soyuq halda onun üzərinə deməli yerləşdiririk. Əgər yox, uşaqda belə bir halda boğulma müşahidə olunarsa, o zaman təbii ki, yenə də xəstəxanaya aparılması təmin edilməlidir. Sonra ürəyin bağlı masajı, yəni sinə sıxılma texnikası var. Zərərçəkmiş kürəyi üstə sərt bir səthə qoyuruq. Sonra bədənini məhdudlaşdıran paltarların düymələrini asıb qiyafə çıxardırıq və uşağın solunda dururuq. Yəni hansı uşaq deyək ki, artıq halı pisdirsə, ürək ilə bağlı masaja ehtiyac varsa, uşağın sol hissəsinə dururuq. Ürəyin bağlı masajını apararkən əlləri düzgün yerini də müəyyən etmək lazımdır. Masaj ürəyi deməli döş sümüyü və onurğa ilə ritmik sıxılması deməkdir. Yəni 60-80 dəfə deməli dəqiqə ərzində bu sıxılmanın həyata keçirilməsini təmin edirik. Və hər təzyiqdən sonra döş qəfəsinin düzəldiyinə əmin olmaq lazımdır. Ürəyin boşluqlarını venoz qanla doldurmaq üçün bu çox vacibdir. Və nəfəs alma artıq anı baş verdikdə ürəyin masajı dayandırılır. Sonra qanaxmalardan hansılar ola bilər? Bu arterial ola bilər, venoz ola bilər və kapilyar qanaxma ola bilər. Və şiddətli arterial qanaxma üçün qan deməli al-qırmızı olur. Bu zaman deməli qanaxma olan yerə təmiz bir parça qoyuruq və qanaxma tamamilə dayanana qədər onu sıxırıq. Sonra venoz qanaxma baş verdiyi zaman nə edirik? Venoz qanaxma zamanında onun müvəqqəti dayandırılması üçün deməli zədələnmiş ətraf yuxarı qaldırılır və ətraf sıxıcı sarğı qoyulur. Kapilyar qanaxma isə damcı-damcı gəlir, yəni bu kiçik bir qanaxmadır və yara bandı ilə bunu sarıyıb yaranın deməli daha doğrusu qanaxmanın
baş verməsinin qarşısını almaq mümkündür. İndi isə şüur itkisi ilə bağlı baxaq. İlkin yardım necə olmalı? Ümumiyyətlə, şüur itkisi baş verdikdə bu zəiflik, baş gicəllənmə, uşaqda solğunluğun, ürək bulanmanın, zəif nəbzin, sonra gözlərdə qaralma kimi əlamətlərlə müşahidə edilə bilər və belə halda uşaqda şüur hiss edildiyimiz zaman, yəni şunu itirməkdən artıq şübhə edə bilərsiniz ki, artıq uşaqda şüur itkisi baş vermişdir. Və təsvir edilən vəziyyətin müddəti adətən 50 saniyə, maksimum 1 dəqiqə çəkə bilər. Adətən 50 saniyə, yəni tibbi cəhətdən 50 saniyə ərzində olur deyə qəbul edilmişdir. Səbəbləri də qanda hemoqlobinin konsentrasiyasının azalmasıdır. Bu halda bəli, belə bir patologiya baş verir. Bunun təbii ki, tibbi cəhətdən elmi təsnifatını bilməyə ehtiyac yoxdur, amma şun itməsi əlamətlərini biz, yəni dediyimiz o güclü tərləmə, səthi nəfəslə, sonra genişlənmiş bəbəklər, yəni göz bulan genişlənmiş bəbəklər və s. Bu kimi əlamətlər də artıq şun itməsi əlamətləri kimi özünü göstərir ki, biz onda anlamalıyıq ki, başa düşməliyik ki, artıq uşaqda şüur itkisi, yəni şun itməsi əlamətləri baş verir. Tərbiyəçi belə halda nə etməlidir? Əlbəttə ki, belə halda beyinə qan tədarükünü yaxşılaşdırmaq üçün uşağı bədəninə köklü bir mövqe vermək lazımdır, aşağı ətrafı qaldırmaq lazımdır, sonra havanın sərbəst daxil olmasını təmin etmək üçün yaxa düymələrini asmalı və kəmərlərini də boşaltmalıyıq. Uşaq yerə qoyulduqda və sərbəst nəfəs ala bildikdə naşatır spirtlərinə batırılmış pambıq iynəmək üçün ona şərait yaratmaq lazımdır, yəni pambıq iyrətmək lazımdır. Son addım isə təbii ki, artıq bundan sonra da pediatr çağırılır, yəni uşaq həkimi çağırılır və uşağa ilkin diaqnoz qoyulur. İlk tibbi yardım, yəni bunun pedaqoji heyət təmin etməyi bacarmalıdırmı? Və təbii ki, bacarmalıdır. Bu süni tənəffüs texnikasını bunu bilmək lazımdır. Zərərçəkmişi deməli, yəni uşaqdan gedib söyləyir. Kürəyi üstə, ciddi vəziyyətdə uzandırırıq, bədəni məhdudlaşdıran geyimi çıxardırıq, çiyinlərin altına nəsə bir şey qoyuruq, yəni yastıq kimi bir şey qoyuruq və zərərçəkmişin sağında dururuq. Sağ əlimizi isə onun boynunun altına, sol əlimizi də alın hissəsinə qoyaraq başını mümkün qədər geri çəkirik. Hər iki əlimizlə zərərçəkmişi, yəni uşağın ağzını açırıq. Davranış qaydalarının tətbiqi odur ki, təhlükəli vəziyyətlərdə biz düzgün davranış qaydalarını bilməliyik. Təəssüf ki, çox vaxt insanlar öz ehtiyatsızlığından əziyyət çəkirlər. Çünki düşünülməmiş hərəkətlərin nəticələrini qabaqcadan görə bilmir və fövqəladə hallardan özləri və tərəfdaşları qorumaq üçün lazım tədbirlər görməyə uyğunlar. Belə hallarda ən az müdafiə olunan uşaqlar olur. Çünki yaranmış belə ekstremal vəziyyətlərdə özünü necə aparmalı olduqlarını uşaqlar bilmirlər. Ona görə mütləq böyüklərin belə vəziyyətdə onların köməyinə ehtiyacı var. Əlbəttə, hər bir prosesdə profilaktik tədbirlərin həyata keçirilməsi, yəni ilkin qabaqlayıcı tədbirlərin həyata keçirilməsi vacibdir. Və məktəbəqədər yaşlı uşaqlarla iş zamanı təhlükəsizlik davranışının əsaslarının formalaşdırılması da məhz bu prosesdə həyata keçirilir. Yəni, burada tək tibbi qaydaları yox, həm də təbii ki, mədəni gigiyena qaydaları, bacarıqları, etiketinin formalaşdırılması çərçivəsində və s. bu şəkildə uşaqlarla təbii ki, mütəmadi söhbətlər aparılmalı. Yəni, birinci dediyimiz o tibbi ilkin yardımları biz özümüz bilməliyik. Bununla yanaşı, uşaqlarla da bununla bağlı əlbəttə ki, hər zaman mütəmadi mövzu ətrafında söhbətlər aparılmalıdır və uşaqların da gələcəkdə belə vəziyyətlərə hazır olmasını təmin etmək üçün onlara təlim təbii keçirilməsi vacibdir. Salam, hörmətli müəllimlər. Bugün məktəbəqədər təhsildə ilkin tibbi yardım qaydaları mövzusunu ətraflı şəkildə nəzərdən keçirəcəyik. Bilirəm, müəllim olmaq onsuz da böyük bir məsuliyyətdir. Gün ərzində onlarla uşağın təlimi, tərbiyəsi, onların psixoloji vəziyyəti ilə maraqlanırsınız, lakin gəlin razılaşaq ki, bütün bunlardan daha vacib, daha fundamental bir məsələ var, o da uşaqların fiziki təhlükəsizliyi və sağlamlığıdır. Uşaqlar olan yerdə hərəkət var, enerji var və təəssüf ki, bəzən də qəfil qəzalar qaçınılmaz olur. Məqsədimiz uşaqların həyatını ən gözlənilməz, ən kritik vəziyyətlərdə necə qoruya biləcəyinizi addım-addım ən xırda detallarına qədər öyrənməkdir. Tərbiyəçi müəllimlərin qəfil hadisələr zamanı düzgün ilkin yardım qaydalarını bilməsi, inanın mənə,
sadəcə vəzifə borcu deyil, bu sözün əsl mənasında həyati bir zərurətdir. Çünki bəzən həkimin gəlib çatmasına qədər olan o ilk bir neçə dəqiqə hər şeyi həll edir. Gəlin bu vacib mövzuya birlikdə dərindən daxil olaq və hər bir ssenariyə tam hazır olduğumuzdan əmin olaq. Əvvəla, çox vacib bir psixoloji bariyeri aşağın. Bir çoxumuz qəza anında panikaya düşürük. Çünki düşünürük ki, mən axı həkim deyiləm, nəsə səhv edərəm. Baxın, Azərbaycan Respublikasının qanunvericiliyi də birmənalı şəkildə bildirir ki, müəssisədə tibbi xidmət peşəkar tibb işçiləri tərəfindən həyata keçirilir. Yəni, kimsə sizdən həkim olmağı, cərrahi müdaxilə etməyi və ya dəqiq diaqnoz qoymağı gözləmir. Sizin məqsədiniz hər hansı xəstəliyi müalicə etmək deyil. Bəs siz kimsiniz o anda? Siz hadisə yerində ilk müdaxilə edən, zərərçəkəni əlavə təhlükələrdən qoruyan və peşəkar tibbi yardım gəlinə qədər vəziyyətin daha da ağırlaşmasının qarşısına alan o ən əsas qoruyucu şəxsiniz. Sizin missiyanız vaxt qazanmaqdır. Öz başına dərman vermək, sınmış sümüyü yerinə salmağa cəhd etmək, bax bunlar qəti şəkildə yol verilməzdir və səlahiyyət həddini aşmaq sayılır. Beləliklə, beynimizdə bu qızıl qaydanı həkk edirik, biz yalnız qoruyur, vəziyyəti stabilləşdirir və təcili yardımı təmin edirik. Başqa heç nə. Bugünkü izahlı təlimimizin planı kifayət qədər zəngindir, çünki heç bir detalı nəzərdən qaçırmaq istəmirik. İlk olaraq təhlükəsizlik və ilkin qiymətləndirmə mərhələsini keçəcəyik, daha sonra vaxtla yarışdığımız həyati təhlükəli vəziyyətlərə baxacaq, ardınca bağçada ən çox rast gəlinən qanaxmalar və mexaniki travmaları müzakirə edəcəyik, 4-cü bölmədə yanıqlar və mühit təhlükələrindən, 5-ci bölmədə dişlənmələr və zəhərlənmələrdən danışacağıq, nəhayət, ən sevdiyim hissi olan profilaktika və təhlükəsizliklə, yəni qəzaları baş vermədən necə önləmək olar mövzusu ilə yekunlaşdıracağı. Elə isə keçək birinci bölməmizə, təhlükəsizlik və ilkin qiymətləndirmə. Bunu belə düşünün, bu bölmə hər hansı bir bədbaxt hadisə zamanı atmalı olduğunuz ən fundamental, ən həlledici addımdır. Binanın bünövrəsi kimidir. Bu mərhələni sərf etsəniz, qalan heç bir yardım işə yaramayacaq. Gəlin bir ssenari canlandıraq. Otağa daxil olursunuz və bir uşağın yerdə hərəkətsiz yatdığını görürsünüz. İnsanın ilk instinkti nədir? Təbii ki, dərhal uşağın yanına qaçmaq, onu qucaqlamaq, qaldırmaq. Amma durun, istənilən qəza anında birinci addım bu deyil. Birinci addım, təhlükəni müəyyən et və aradan qaldır. Özünüzə bir saniyəlik sual verin. Bu uşaq niyə yerdədir? Bəlkə otaqda gözə görünməz bir qaz sızması var. Bəlkə yuxarıdan bir elektrik naqili qırılıb və uşağın üzərinə düşüb. Siz də ona toxunsanız, cəryan sizi də vuracaq. Əgər təhlükə hələ də davam edirsə, siz uşağa toxuna bilməzsiniz. Əvvəlcə qazı bağlamalı, elektrik gərginliyini kəsməli və ya təhlükə mənbəyini aradan qaldırmalısınız. Əgər bunu etməsəniz, sadəcə ikinci bir zərər çəkənə çevriləcəksiniz və uşağa heç kim kömək edə bilməyəcək. İkinci addım. Təhlükənin olmadığını yəqin etdikdən sonra dərhal uşağın huşunu yoxlayırıq. Yaxınlaşıb hündür səslə adını çağırır, çiyinlərindən güncücə toxunursunuz. Səsə və ya toxunuşa hər hansı reaksiya, inilti, göz qırpma varmı? Üçüncü addım. Əgər reaksiya yoxdursa, nəfəs və nəbzin yoxlanılmasına keçirik. Çox diqqətli olun, bu proses ən çoxu 10 saniyə çəkməlidir. Panik anında 10 saniyə adama 1 saat kimi gələ bilər, amma siz 10 saniyədən çox vaxt itirməməlisiniz. Uşağın sinəsinin qalxıb endiyinə baxın, qulağınızı ağzına yaxınlaşdırıb nəfəs səsini dinləyin, yanağınızla nəfəsin istiliyini hiss etməyə çalışın. Və dördüncü addım. Əgər huş, nəfəs və ya nəbz yoxdursa, vaxt itirmədən dərhal təcili yardım çağırırsınız. İndi isə o məşhur nömrələr haqqında danışaq. Təcili tibbi yardım üçün 103, fövqəladə hallar üçün 112. Hamımız bu nömrələri bilirik, düzdür. Lakin inanın mənə, qəza anında o dəhşətli stres və talaş içində bu zəngi necə etməyimiz o qədər böyük fərq yaradır ki. Zəng edib telefonda qışqırmaq, tez olun uşaq pisdir, deyib telefonu söndürmək heç bir işə yaramayacaq. 103-ə zəng edərkən siz maksimum dərəcədə dəqiq, aydın və soyuqqanlı hesabat verməlisiniz. Nə deyirik? Birincisi, bağçanın tam və dəqiq ünvanı. Bəzən panikadan adam işlədiyi küçənin adını unudur, ona görə bunu əvvəlcədən avtomatlaşdırmaq lazımdır. İkincisi, zərər çəkən uşağın təxmini yaşı. Üçüncüsü, baş vermiş hadisənin xarakteri. Yəni dispetçer bilməlidir ki, uşaq yüksəklikdən yıxılıb, yemək yeyərkən boğulub, yoxsa üzərinə qaynar su da alıb. Dördüncüsü, uşağın hazırki vəziyyəti necədir? Huşu varmı, qan axırmı və siz indiyə qədər hansı ilkin tədbirləri görmüsünüz? Və burada dəmir bir qızıl qayda var. Kömək çağırarkən və ya o köməyin gəlməsini gözləyərkən zərər çəkən uşağı heç vaxt, amma heç vaxt nəzarətsiz qoymaq olmaz. Otaqdan çıxıb koridora qaçmayın. Siz uşağın yanında qalmalı, digər uşaqların otaqdan çıxarılmasını və təhlükəsizliyini isə otaqdakı digər pedaqoji işçilərin, məsələn, köməkçi tərbiyəçinin öhdəsinə buraxmalısınız. Bölmə 2. Həyati təhlükəli vəziyyətlər.
İndi keçid alırıq ən həssas, hər saniyənin qızıl dəyərində olduğu, birbaşa ölümlə nəticələnə biləcək hallara. Burada bizim qətiyyətimiz və sürətimiz hər şeyi həll edir. Ürək axciğer reanimasiyası, qısaca OAR kimi tanıdığımız proses. Yenə bir ssenari təsəvvür edək. Uşağın yanındasınız, huşu yoxdur, yoxladınız, nəfəsi və nəbzi də yoxdur. Ətrafda təhlükə yoxdur və 103-ə zəng edilməsini kimsə vasitəsilə təmin etdiniz. İndi nə edirik? Təcili yardımın gəlməsini əllərimizi qoynumuza qoyub gözləyirikmi? Qətiyyən xeyr. Dərhal heç bir saniyə itirmədən OAR-a başlayırıq. Çünki beyinə oksigen getməsə, bir neçə dəqiqə ərzində geri dönüşməz beyin ölümü başlayır. Bu proses sadəcə sinəyə basmaq deyil, riyazi bir dəqiqliklə icra olunmalıdır. Əllərinizi uşağın döş qəfəsinin tam mərkəzinə yerləşdirirsiniz. Sıxmaların dərinliyi uşaqlar üçün təxminən 5 sm olmalıdır. Bəli, bu sizə dərin görünə bilər, amma ürəyi sıxıb qanı pompalaması üçün bu dərinlik şərtdir. Ritmi isə olduqca sürətlidir. Dəqiqədə 100-120 dəfə sıxma tezliyi. Bu, saniyədə demək olar ki, 2 dəfə basmaq deməkdir. Cəmi 30 dəfə ardıcıl və ritmik sıxma etdikdən sonra dərhal uşağın hava yollarını açmaq lazımdır. Çünki dili qatlanıb nəfəs yolunu bağlaya bilər. Bunun üçün uşağın başını ehmalca arxaya əyir, çənəsini isə barmaqlarınızla yuxarı qaldırırsınız. Bu vəziyyətdə burnunu sıxaraq uşağın ağzından 2 dəfə süni nəfəs verirsiniz. Qayda birmənalıdır və bütün dünyada standartdır. 30 sıxma, 2 nəfəs. Və bu proses təcili yardım gələnə qədər və ya uşaq nəfəs almağa başlayıb özünə gələnə qədər fasiləsiz, dayanmadan davam etməlidir. Keçək digər bir dəhşətli vəziyyətə, boğulma, yəni tənəffüs yollarına yad cismin düşməsi. Xüsusən kiçik yaşlı uşaqlar kiçik oyuncaq hissələrini, qida qalıqlarını asanlıqla udmağa çalışırlar. Boğulma əlamətləri sadəcə yüngül, səsli bir öskürək deyil. Səsli öskürək varsa, deməli hava keçir. Əsl həyati təhlükə olan boğulmada uşaq qəfildən anidən susur. Danışa və ya ağlaya bilmir, çünki hava yolu tamamilə qapanıb. Nəfəs alması pisləşir, öskürməyə çalışır, amma səsi çıxmır. Bu çox qorxulu bir mənzərədir. Uşaq instinktiv olaraq hər iki əlini boğazına aparır. Bu umumdünya boğulma işarətidir. Və saniyələr içində göyərmə, yəni dəri rəngində, xüsusən dodaqlarda və üzdə dəyişiklik başlayır. Belə vəziyyətdə mənbələrimiz çox kəskin, hər kəsin bilməli olduğu bir xəbərdarlıq edir. Tənəffüs yollarına düşmüş o yad cismi gözlə görmədən, sadəcə təxmin edərək, əlinizi, barmağınızı uşağın boğazına salıb axtarmaq və zorla çıxarmağa cəhd etmək qəti qadağandır. Axı niyə? Çünki siz kör-köranı axtarışla o cismi daha dərinə, nəfəs borusunun lap aşağısına itələyə bilərsiniz. Eynilə şüşənin ağzındakı tıxacı barmaqla basıb içəri saldığınız kimi. Yalnız xüsusi təlim keçmiş şəxslərin bildiyi uyğun ilkin yardım üsulu, məsələn kürək nahiyəsinə zərbələr və ya Heimlich manevri tətbiq edilməli və dərhal vaxt itilmədən 103 çağırılmalıdır. Bağçalarda bəzən hovuzlar və ya yay aylarında su oyunları olur. Suda boğulma anında vaxtında edilən düzgün ilkin yardım uşaqların böyük əksəriyyətinin həyatını xilas edə bilər. Qayda necədir? Uşağı dərhal sudan təhlükəsiz yerə, quru və bərk bir səthə çıxarırıq. Su içində effektiv yardım göstərmək mümkün deyil. Dərhal huşunu və tənəffüsünü yoxlayırıq. Və burada çoxlarının etdiyi bir səhvi vurğulamaq istəyirəm. Bəziləri uşağı başaşağı tutub silkələyib içindəki suyu çıxarmağa çalışır. Xeyr. Əgər tənəffüs yoxdursa, içindəki suyu çıxarmaq üçün belə hərəkətlərlə əsla vaxt itirmirik. Dərhal ürək ağciyər reanimasiyasına, yəni bayaq öyrəndiyimiz o 30 sıxma və 2 süni nəfəs prosesinə başlayırıq. Təcili yardımın çağırılması prosesi isə mütləq paralel olaraq digər bir əməkdaş tərəfindən həyata keçirilməlidir. Və yenə də təkrarlayırıq, çünki bu çox mühümdür. Uşaq hətta sizin yardımınızla özünə gəlsə, nəfəs almağa başlasa belə, onu evinə buraxmaq və ya nəzarətsiz qoymaq olmaz. O mütləq həkim nəzarətindən keçməlidir. Çünki ağciyərlərdə qalan çox kiçik miqdarda su belə saatlar sonra ikinci boğulma dediyimiz ağırlaşmalara səbəb ola bilər. Üçüncü bölməmiz – qanaxmalar və mexaniki travmalar. Həyati təhlükələrdən sonra gündəlik bağça fəaliyyətinizdə həyətdə oynayarkən ən çox rastlaşacağınız hallar məhz bu yaralar, kəsiklər və sınıqlardır. Gəlin burada doğruları və yanlışları aydınlaşdıraq. Təsəvvür edin ki, uşaq qaçarkən yıxıldı və ciddi şəkildə qanayır. Burada doğrudur olan hərəkət nədir? Əgər görünən aktiv xarici qanaxma varsa, bizim ilk və ən böyük məqsədimiz qan itkisini dərhal dayandırmaqdır. Bunun üçün qanayan nahiyəyə təmiz, mümkünsə steril sarğı ilə, əgər yoxdursa ən təmiz parça ilə birbaşa təzyiq göstərmək lazımdır. Yəni əlinizlə o qanayan yerin üzərinə möhkəm basırsınız.
Səthi, kiçik, qanamayan yaralarda isə yaranı sadəcə təmiz su və ya sabunlu su ilə yuyub, infeksiya düşməməsi üçün antiseptiklə təmizləmək kifayət edir. Məsələn, ən çox rastlaşdığımız hallardan olan və mənbəmizin də xüsusi diqqət çəkdiyi qanaxmalarda, o cümlədən ümumi qanaxma hallarında birbaşa təzyiq qaydası həmişə işə yarayır. Amma gəlin görək nələr yanlışdır. Əgər yaranın içində bir şüşə qırığı, taxta parçası və ya hər hansı yad cisim qalıbsa, onu oradan zorla dartıb çıxarmaq qəti qadağandır. Bəzən elə bilirik ki, o cismi çıxarsa uşaq rahatlaşar, amma xeyr, o cisim bəzən kəsdiyi damarın ağzını tıxac kimi bağlayır. Əgər siz onu oradan çəkib çıxarsanız, qanaxma fəlakətli dərəcədə arta bilər və bunu dayandırmaq çox çətin olar. Digər böyük ənənəvi səhvimiz isə açıq qanayan yarıya birbaşa pambıq basmaq və ya yapışdırmaqdır. Pambıq qanla birlikdə quruyub yarıya elə yapışır ki, sonradan xəstəxanada həkim onu təmizləyərkən uşaq bəlkə də yaradan daha çox ağrı hiss edir və bu infeksiya riskini dəhşətli dərəcədə artırır. Pambıqdan açıq yaralarda uzaq dururuq. Mexaniki travmaların daha ağır, daha qorxulu forması sınıqlar və çıxılıqlardır. Uşaq hündür yerdən düşdü, qolu pis qatlandı. Əgər o nahiyədə güclü dözülməz ağrı, sürətlə artan şişkinlik, göyərmə və uşaq o ətrafı hərəkət etdirə bilmirsə, biz mütləq sınıqdan şübhələnməliyik. Bu cür zədələrdə doğrudur olan sizin edə biləcəyiniz tək və ən böyük yaxşılıq sümüyü hərəkətsizləşdirməkdir. Yəni, zədələnmiş, sınmış ətrafı hər hansı uyğun sərt əşya ilə, bu ola bilər bir taxta parçası, qalın karton, xüsusi tibbi şina hərəkətsizləşdirmək, yəni şina qoymaq lazımdır. Niyə? Çünki sınmış sümüyün ucları bıçaq kimi kəskin olur. Əgər o sümük tərpənərsə, ətrafdakı sağlam damarları və sinirləri kəsib daha böyük fəlakətə yol aça bilər. Amma yanlışdır və mən bunu həqiqətən bütün ciddiyyəti ilə xüsusi vurğulamaq istəyirəm. Sümüyü dartıb yerinə salmağa cəhd etmək, çıxığı oturtmaq və ya uşağı lazımsız yerə qaldırıb, qucaqlayıb hərəkət etdirmək olmaz. Cəmiyyətimizdə bəzən qolunu çəkdim yerinə düşdü kimi təhlükəli vərdişlər var. Sizi inandırıram ki, bu uşağı ömürlük şikəst edə bilər. Hələ açıq sınıqdırsa, yəni sümük dərini deşib çölə çıxıbsa, o sümüyü geri yaranın içinə itələmək haqqında düşünmək belə qadağandır. Biz sadəcə hərəkəti məhdudlaşdırır, uşağı sakitləşdirir və həkimləri gözləyirik. Qıcolmalar, xalq arasında bilinən adı ilə desək, bəzən epilepsiya tutmaları və ya yüksək hərarətdən yaranan qıcolmalar çox qorxulu mənzərədir, elə deyilmi? Uşaq qəfildən yerə yıxılır, bədəni şiddətlə titrəyir, şuuru itir. Belə hallara gəldikdə əsas məqsədimiz uşağı müalicə etmək deyil, onun bu hərəkətlər, bu titrəmələr zamanı özünə xəsarət yetirməsinin qarşısını almaqdır. İlk işimiz nə olmalıdır? Uşağın ətrafındakı stulları, iti kənarlı stolları, oyuncaqları, hər hansı təhlükəli, toxunub zədələnə biləcəyi əşyanı dərhal ondan uzaqlaşdırın. Mühiti təmizləyin. İkinci addım, uşağın başı yerə çırpılmasın deyə başının altına yumşaq bir şey, qatlanmış gödəkçə, kiçik yastıq qoyaraq başını zərbələrdən qoruyun. Bəs nələr qadağandır? Uşağın üstünə uzanaraq, qolundan qıçından bərk-bərk tutaraq onun hərəkətlərini zorla dayandırmağa çalışmaq olmaz. Bu uşağın əzələlərini və ya sümüklərini qıra bilər. Və ən çox yayılan, ən təhlükəli, ən böyük səhv, uşağın ağzına qaşıq, dəmir parçası və ya hər hansı əşya salmağa, dili qatlanmasın deyə dişlərini zorla aralamağa cəhd etməyin. Bunu etsəniz, siz uşağın dişlərini qıracaqsınız və o qırıq dişlər gedib nəfəs borusunu tıxayacaq, uşaq boğulacaq. Heç vaxt ağzına nəsə salmayın. Sadəcə qıcılmanın nə qədər çəkdiyini vaxtla, saatla izləyin, təcili yardım çağırın və bitməsini sakitcə gözləyin. Tutma bitdikdən sonra uşağı böyrü üstə çevirin ki, rahat nəfəs ala bilsin. 4-cü bölməmiz yanıqlar və mühit təhlükələri. Bağçada qaynar mayələrin dağılması və ya həyətdə ekstremal hava şəraiti zamanı, yəni çox isti və ya çox soyuq havada görüləcək tədbirlərə diqqət yetirək. Yanıqlar uşaqlar üçün ən ağrılı travmalardan biridir. Birinci addım hər zaman təhlükənin özünün aradan qaldırılmasıdır. Uşağı dərhal qaynar sudan, alovdan və isti sobadan uzaqlaşdırırıq. İkinci və vəziyyəti xilas edən ən mühüm addım dərhal soyutma. Yanıq nahiyəsini axar, sərin, çox buz kimi yox su altında düz 20 dəqiqə saxlamaq lazımdır. Bəzən deyirlər ki, suya tutdum 2 dəqiqə bəsdir. Xeyr, niyə məhz 20 dəqiqə? Çünki istilik dəri hüceyrələrinin lap içinə, dərinliyinə nüfuz edir. Siz kənardan dərini sərinlətsəniz də içəridə bişmə, yəni yanma prosesi hələ də davam edir. Su bu dəri daxil yanma prosesini dayandırmaq üçündür. 20 dəqiqə qızıl standartdır. Üçüncü addım, yalnız təmiz, steril bintlə yaranın üstünü zərifcə, çox sıxmadan örtmək. Bəs nələr qadağandır? Gəlin yenə xalq təbabəti miflərini dağıdaq. Yanığa diş macunu sürtmək, yağ sürtmək, qatıq çəkmək, rəngli boyalar, buz çəkmək qətiyyən olmaz. Yağ və qatıq dərinin üzərində bir təbəqə yaradır və istiliyin çölə çıxmasının qarşısını alır, yanıq daha da dərinləşir. Buz isə onsuz da zədələnmiş dərini daha da məhv edir. Və ən dəhşətlisi, əgər uşağın geyimi əriyərək dəriyə yapışıbsa, onu zorla dartıb qoparmağa çalışmaq olmaz. Belə etsəniz, dərini də geyimlə birlikdə soyub çıxaracaqsınız.
Paltarın ətrafını kəsin, amma dəriyə yapışan hissəyə qətiyyən toxunmayın və təcili həkimə müraciət edin. Elektrik cərəyanı ən məkirli, ən gözə görünməz və amansız təhlükədir. Elektrik vurması zamanı baş verən ən böyük faciələr çox təəssüf ki, adətən ondan qaynaqlanır ki, yardım göstərmək istəyən şəxs, məsələn elə bir müəllim, panika içində impulsiv olaraq uşağı xilas etmək üçün ona yapışır. Doğrudur. Burada qayda çox sərt və birmənalıdır. Əvvəlcə elektrik mənbəyini, yəni gərginliyi təhlükəsiz şəkildə kəsməlisiniz. Dərhal otağın şitindən tokları söndürün. Əgər bu mümkün deyilsə, gərginlik mənbəyindən uzaqlaşdıra bilmirsinizsə, quru, cərəyan keçirməyən bir taxta çubuqla, məsələn süpürgə sapı ilə naqili uşaqdan kənarlaşdırın. Yanlışdır. Cərəyan hələ də varkən, cərəyan kəsilmədən, fəryad edən uşağa çılpaq əllə toxunmaq. Nə qədər çətin olsa da özünüzü saxlamalısınız. Toxunsanız, cərəyan dərhal sizə keçəcək və siz özünüz də ikinci bir qurbana, zərər çəkənə çevriləcəksiniz. Özünüzü qorumadan uşağı heç vaxt xilas edə bilməzsiniz. İndi isə ekstremal hava şəraitinin təsirlərinə baxaq. Günvurma və donma. Günvurma zamanı nə baş verir? Uşağın bədəninin soyutma sistemi sıradan çıxır və bədən hərarəti təhlükəli dərəcədə yüksəlir. Uşaq qızarır, halsızlaşır, bəzən qusur. Belə olduqda dərhal onu günəş altından sərin, kölgəli, havalandırılan bir yerə çıxarmalısınız. Əgər huşu yerindədirsə, yavaş-yavaş qurtum-qurtum çoxlu sərin maye verin. Baş və boyun, qolaltı nahiyəsinə sərin, buzlu yox, kompreslər qoyun. Uşağı birbaşa buzlu vannaya salmaq şiddətli şoka səbəb ola bilər, bundan mütləq çəkinin. Donma isə bunun tam əksidir. Qışda həyətdə çox qalan uşaqda barmaqlar, qulaqlar uyuşur, bəyazlaşır. Donma zamanı uşağı dərhal isti otağa gətirin. Əgər üzərində yaş, nəm paltarları varsa, onları dərhal soyundurub quru paltar geyindirin. Donmuş əlləri və ya ayaqları tədricən otaq hərarətli, isti yox, suda isitmək lazımdır. Və burada ən mühüm qadağa donmuş nahiyəni ofqalamaq, qar ilə sürtmək, isinsin deyə sərt masaj etmək qəti qadağandır. Bu köhnə bir inancdır, lakin bilin ki, donmuş toxumalar buz kristalları ilə doludur. Siz masaj etdikdə o kristallar dərini içəridən ülgüc kimi kəsir və geri dönüşməz zədələrə gətirib çıxarır. 5-ci bölməyə gəldik çatdıq, dişləmələr və zəhərlənmələr. Burada biz sistemli təsir edən zəhərlər və bioloji risklərlə sanki zamanla yarışırıq. Çünki zəhər qana keçdikcə fəsadlar böyüyür. Bahar və yay aylarında bağçaların yaşıl ərazilərində ən böyük təhlükələrdən biri gənələrdir. Gənə uşağın dərsinə yapışıbsa, panikaya düşməyin, amma onu düzgün çıxarmaq infeksiyanın, məsələn təhlükəli xəstəliklərin qana keçməsinin qarşısını alan ən əsas şərtdir. Birinci addım. Heç vaxt gənəni çılpaq əllə qoparmağa çalışmayın. Nazik uclu cımbız götürürsünüz və gənəni dərinin ən yaxın nöqtəsindən, mümkün qədər gənənin baş hissəsindən möhkəm, lakin qətiyyən əzmədən tutursunuz. İkinci addım. Onu fırlatmadan, sağa-sola əymədən sadəcə və sadəcə düz yuxarıya doğru yavaş-yavaş səbirlə dartırsınız. Niyə belə ehtiyatlı olmalıyıq? Çünki gənənin qarnını, bədənini sıxsanız və ya fırlatsanız, o içindəki infeksiyalı, zəhərli mayeni yenidən şpris kimi uşağın qanına qusacaq və ya başı qopub dərinin içində qalacaq. Üçüncü addım. Gənə çıxdıqdan sonra həmin yerin mütləq bol sabunlu su və antiseptiklə, məsələn yodla dezinfeksiya edirsiniz. Dördüncü addım isə gənəni tullamamaqdır. Çıxarılmış gənəni kiçik, bağlı bir qaba qoyub tibb müəssisəsinə təhvil vermək lazımdır ki, laboratoriyada onun təhlükəli xəstəlik daşıyıcısı olub-olmadığı yoxlansın. Digər heyvan dişləmələrinə, məsələn it və ya pişik dişləməsinə gəldikdə, əgər qanaxma çox şiddətli fışqıran deyilsə, ilk işiniz yaranı dərhal bol sabunlu su altında ən azı 5-10 dəqiqə yumaq lazımdır. Axı niyə sabun? Çünki sabun quduzluq virusunun və digər bakteriyaların hüceyrə divarını parçalayaraq riski xeyli azaldır. Ardınca isə uşaq dərhal quduzluğa qarşı vaksinasiya üçün həkimə çatdırılmalıdır. Bu həyati əhəmiyyət daşıyır. Kimyəvi zəhərlənmələrə, məsələn, uşaq təmizləyici vasitə, yuyucu toz və ya başqasının dərmanını içibsə, gəldikdə isə, baxın, ən kritik qayda budur. Uşağı öz başına qusturmağa cəhd etməyin. Çoxumuz elə bilirik ki, qussa zəhər canından çıxar. Xeyr, niyə? Çünki o içdiyi yandırıcı kimyəvi maddə mədədən yuxarı geri qaydarkən yemək borusunu və qırtlağı ikinci dəfə özdə daha ağır, fəlakətli şəkildə yandıracaq. Öz başına süd içirtmək, su vermək və ya hansısa başqa dərmanda vermək olmaz. Çünki bu, mədədəki kimyəvi reaksiya sürətini artıra bilər. Sadəcə zəhərlənməyə səbəb olan maddənin qabının şüşəsini mütləq saxlayın ki, təcili yardım həkimləri onun tərkibini bilsin və ona uyğun antidot, zəhər əleyhinə vasitə vursunlar. Və dediyimiz kimi dərhal üzü çağırın.
6-cı və nəhayət sonuncu bölməmiz profilaktika və təhlükəsizlik. Bilirsinizmi, ən yaxşı, ən möhtəşəm ilkin yardım nədir? Heç o yardıma ehtiyac qalmamasıdır. Yəni, hadisənin, qəzanın baş vermə səbəblərini əvvəlcədən görmək, təxmin etmək və təhlükəni böyümədən neytrallaşdırmaqdır. Buna proaktiv yanaşma deyilir. Hər bir təhsil müəssisəsinin qrup otağında, dəhlizlərində və ya mərkəzi tibb məntəqəsində mütləq şəkildə standartlara cavab verən ilkin yardım çantası əlçatan yerdə olmalıdır. O çantanın içində nələr olmalıdır? İlk növbədə yaraları bağlamaq üçün müxtəlif ölçülü steril sarğı materialları, quru bintlər və yara örtükləri. Qanla təmas zamanı sizin özünüzü qanla keçən infeksiyalardan qorumağınız üçün mütləq bir dəfəlik əlcəklər və geyimi, binti kəsmək üçün xüsusi ucu küt, tibbi qayçı lazımdır. Yaraların kənarlarına təmizləmək üçün spirt, povidon yod kimi antiseptik məhlullar mütləqdir. Ağır, həyati təhlükəsi olan travmalar üçün isə boyun şinası və çox güclü arterial qanaxmalar üçün turniket əlçatan olmalıdır. Lakin burada çox böyük bir diqqət işarəsi var. Bizim cəmiyyətdə tez-tez rast gəlinən bir yanlışlıq. Tərbiyəçi müəllimin çantadan hansısa ağrı kəsici, qızdırma salıcı tablet və ya sirop çıxarıb uşağa verməsi ilkin yardım sayılmır. Öz başına, həkim tərinatı və ya valideynin rəsmi yazılı icazəsi olmadan uşağa hər hansı bir dərman vermək qəti qadağandır. Çünki uşağın o dərmana qarşı anafilaktik şok, yəni ölümcül allergik reaksiyası ola bilər və bu məsuliyyəti siz daşıyacaqsınız. İndi isə ekranda gördüyünüz bu təhlükəsizlik matrisasına, cədvəlinə diqqət edək. Təhlükələrin sistemli şəkildə idarə olunması sadəcə rəhbərliyin yox, bütün pedaqoji heyət üçün gündəlik, rutin bir iş planı kimidir. Hər kəs öz məsuliyyətini bilməlidir. Təhlükə mənbəyi elektrik naqilləridirsə, bəzən açıq qalan prizlər, soyulmuş kabellər olur. Onların mütəmadi yoxlanması və izolyasiya edilməsi birbaşa rəhbərliyin və təsərrüfat işçisinin işidir. Dərmanlar və təmizləyici maddələr, məsələn ağardıcılar, yuyucular, bunlar mütləq uşaqların əlinin çatmadığı, yuxarıda və ən əsası kilidli dolablarda saxlanılmalıdır. Bu, birbaşa tibb bacısı və qrupdakı tərbiyəçinin məsuliyyətidir. Həyətdəki yelləncəklər, sürüşkənlər, oyun avadanlıqları hər səhər uşaqlar gəlməmişdən əvvəl heç bir qırığı, pası, boşalmış vindi yoxdur ki, deyə texniki sazlığa görə tərbiyəçi tərəfindən vizual yoxlanılmalıdır. Əgər bağçanın ərazisində və ya yaxınlığında su hövzələri, kiçik hovuzlar varsa, ətrafı mütləq hündür hasarlanmalı və uşaqlar oradaykən fasiləsiz, gözünüzü qırpmadan vizual nəzarət təmin edilməlidir. Bu, bütün pedaqoji heyətin ortaq məsuliyyətidir. Çünki uşaqların təhlükəsizliyində bir saniyəlik diqqətsizlik, telefonu ələ alıb mesaja baxmaq belə həyat bahasına başa gələ bilər. Beləliklə, dəyərli müəllimlər, bugün biz məktəbə qədər təhsildə uşaqların həyatını xilas edə biləcək, bəlkə də gələcəkdə bir ailənin ən böyük faciəsinin qarşısını alacaq çox mühüm qaydaları detallı və ətraflı şəkildə öyrəndik. Bir şeyi həmişə yadınızda saxlayın. İlkin tibbi yardım hansısa möcüzəvi bahalı tibbi alətlərlə, aparatlarla deyil, sizin beyninizdəki düzgün biliyə əsaslanan ardıcıl və ən əsası soyuqqanlı, panikasız addımlarla icra olunur. Təhlükəni soyuq başlı qiymətləndirmək, mühiti və özünüzü qorumaq, zərər çəkənə bilmədən əlavə zərər verməmək, miflərə inanmamaq və vaxtında peşəkar həkim yardımını, yəni 103-ü çağırmaq sizin əlinizdə olan ən böyük gücünüzdür. Unutmayın ki, qəza anında valideyn orada olmur, həkim orada olmur, orada yalnız siz olursunuz. Sizin hazırlıqlı, inamlı və məsuliyyətli olmağınız o uşaqlar üçün, valideynlər üçün ən böyük təsəllidir. Sona gəldiyimizdə özünüzə bu vacib sualı verin. Həyati təhlükə anında səlahiyyət həddimi aşmadan soyuqqanlılıqla düzgün ilkin yardımı göstərməyə hazırammı? İnanıram ki, bugünkü izahımızdan sonra cavabınız bir mənalı olaraq bəlidir. Hər birinizə bu çətin, məsuliyyətli, amma bir o qədər də şərəfli işinizdə uğurlar və əlbəttə ki, heç bir qəzanın yaşanmadığı sağlam, üzgülər iş günləri arzulayıram. Ümid edirəm ki, bu öyrəndiyimiz həyati biliklərə reallıqda heç vaxt ehtiyacınız olmaz, amma ehtiyac yaranarsa, o çətin an gələrsə, artıq addım-addım nə edəcəyinizi çox yaxşı bilirsiniz. Vaxt ayırıb diqqətlə dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Mütləq sağ-salamat qalın.